Deməli, belə bir sual var. Eyni məşq həcmini setlərə müxtəlif cür bölüşdürməyin, 4-9 və ya 3-12 şəkildə işləməyin fərqi var. Fərqi yoxdur. Günlük set olaraq, həftəlik set olaraq düzəldirəm. Həftəlik set olaraq ortalama 8 ilə 12 set aralığında tutursansa, bir əzələnin inkişafı üçün tam olaraq bəs edir. 2 hərəkət də ola bilər, 3 hərəkət də ola bilər, fərq etməz. Setin artıq bir mənası yoxdur. Həftəlik tonaja bölürsən. 8-12 arası setdə tut. Bunu yaratmısansa, istər 3 olsun, istər 4 set olsun, 2 set olsun, fərq etməz. Bunlarla inkişaf edə bilərsən. Təkrarı da qeyd etdiyim kimi 8 ilə 12 təkrar aralığında tutmağın ya da 6-12 olar. Maksimum 15 mən götürürəm. Bundan o tərəfə keçmə, inkişaf üçün bəsdir. Aha, bəli. Bayaq onsuz da ətraflı danışmışdıq, sadəcə olaraq yenə də deyək. Bəli. Belə bir sual var burada. İndi mən onu biraz da daha ətraflı verimsə, deyir, yağ faizinin və qarın nahiyəsindəki artıq yağları necə aşağı salmaq olar? Bu sualı biraz da mən ətraflı bir düzəldim, sağolun olun. Belə bir şey deyim. Tutaq ki, qarın əzələmi mən əritmək istəyirəm. Qaçış dedi, kardio, ağırlıq falan hamısı bir yerdə.